Hələ indiyə qədər lazer epilyasiya elədiyim prosedurlarda nəticəsiz olan bir müştərim olmayıb. Biraz gec olan olub, onların da səbəbi xanımların özündədir. Niyə deyirəmsə, xanımlar seans aralarını uzatmayın. Dediyim vaxtda seansları gəlin. Əgər dediyim vaxtda seanslara gələcəksinizsə, zaten nəticəni görəcəksiniz. Müştərilərimin bir çox hissəsi seansları qaçırmırlar, vaxtında gəlirlər və super nəticələri var. 3 seansla, 4 seanslara, hansı ki nəticələri mən paylaşıram və bugünkü pasiyentdə 5-ci seansdır, super nəticədir, super nəticə. Əvvəl düzdür, ilk 2 seansı xanım qaydasında gəlməmişdi, amma 3 seansı normal halda hər ay gəlir. Vaxtını uzatmayın, seanslar arasında fərqi uzatmayın ki, nəticəni də görəsiniz. Deməli, xanım artıq 5 seansdır yanıma gəlir. 5 seansın nəticəsini göstərmək istəyirəm. Demək olar ki, xanımda artıq tük çıxmır. Tək tük, baxın. Ayaq bütünlüklə tüksüzdür. Bəzi yerlərdə tüklər var ki, bunları artıq atışla işləyəcəm. Artıq tərtəmizdir ayaqlar. Aylıq gəlməyinə gərək olmayacaq artıq. Seanslar çünki effekt verib, qəşəng formada.